Quru sərhədlər yenə də açılmadı. Rusiyadakı azərbaycanlılarsa onlara münasibətin dəyişdiyini deyirlər. Bizə daha çox problem yaradırlar. Daha sərt davranırlar çünki Azərbaycanı geri göndərmək istəyirlər. Bütün dünya çoxdan karantin rejimindən çıxsa da Azərbaycan hökuməti niyə siyasətini dəyişmir? Əsas çəkinməsi hökumətin odur ki, küllü miqdarda şəxs, yəni çoxlu insanlar ölkəyə geri dönsə, yenidən iş yerləri ilə bağlı problem yaşanar, sosial gərginlik arta bilər, biznes. Ona görə də sərhəddə Azərbaycan dövləti onun rəhbərliyi açmaqda maraqlı deyil kimi bir mövqeyini yaratmağın əleyhinə. Azərbaycan hakimiyyəti isə mütləq sakitlik istəyir ölkədə. Yəni, insanlar hətta acından da ölsə belə tək etiraz eləməsin. Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenə uzadıldı. Aprelin 1-nə kimi Azərbaycanın quru sərhədində gediş-gəlişdə məhdudlaşdırmalar davam eləyəcək. Real Partiyasının sədri iqtisadçı Natiq Cəfərli koronavirus pandemiyasının başa çatmasına baxmayaraq, hələ də ölkəyə giriş-çıxışdakı məhdudlaşmanı hakimiyyətin siyasi-iqtisadi maraqları ilə izah edir. Onun fikrincə başqa bir məqam da hakimiyyətin Rusiyadakı azərbaycanlıların geri qayıtmasından çəkinməsi ola bilər. Azərbaycanda iş yerləri ilə bağlı, biznes mühiti ilə bağlı ciddi problemlər var. Rusiyaya köçən miqrantların əsas məqsədi nədir? İş tapmaq, pul qazanmaq. Yəni ölkədə pul qazana bilsəydilər, iş tapa bilsəydilər, niyə köçürdülər ki? Ona görə də əsas çəkinməsi hökumətin odur ki, küllü miqdarda şəxs, yəni çoxlu insanlar ölkəyə geri dönsə, yenidən iş yerləri ilə bağlı problem yaşanar, sosial gərginlik arta bilər, biznes mühitinin zaten o qədər də yaxşı olmadığından onlar özlərinə iş də qura bilməyəcək. Natiq Cəfərli deyir ki, rəsmi Moskva Bakını azərbaycanlıları geri qaytarmaqla təhdid edirsə, gərək hakimiyyət bunu təhdid kimi görməsin, əksinə sərhədləri açıb sahibkarlara imkan yaratsın, yeni iş yerləri açsın. Rusiyanın Rostov vilayətindəki Aksay şəhərindəki bazarlardan birində alver eləyən azərbaycanlı danışır ki, son 3 ildə Rusiyada onlara qarşı münasibət daha da sərtləşdirilib. Rusiya istəyəndə problem yaradırdı miqrantlara. Həftədə bir dəfə bazara girib yoxlama olur. Sərhəd məsələsində bizə daha çox problem yaradırlar, nəinki digər Orta Asiya ölkələrində. Bizə daha çox problem yaradırlar. Daha sərt davranırlar çünki Azərbaycanı geri göndərmək istəyirlər. Yəni faktiki olaraq burada insanlar Azərbaycana göndərdiyi pulla öz ailəsini buranın pulundan dolandırır. Konkret. Migrantlardan vaxt Azərbaycana göndərsə olsalar, kim nə iş tapacaq? Harda işləyəcəklər? Sizi inandırım ki, burada hamısı Azərbaycanlıdır. Bu bazarda 95% insan Azərbaycanlıdır. Bu da Rus yoxdur. Ona görə qaçıb gəlirlər ki, iş tapa bilmir Azərbaycanda. Burada daha rahatdır çörək qazanmaq. Nəinki Azərbaycanda. Fəhləsinə də, alver eləyənə də, digərinə də. Hakimiyyət rəsmiləri isə son çıxışlarında sərhədlərdə məhdudiyyətin saxlanılmasını əsasən təhlükəsizlik amili ilə yozurlar. Deputat Zahid Oruc da bu fikirdədir və o bildirir ki, hakimiyyət Rusiyadakı azərbaycanlıların geri qayıtmasını təhdid kimi görmür. Deyir, son vaxtlar heç bir problemsiz qayıdanlar da var. Bu insanlar faktiki gəliblər. Müxtəlif yollarla, amma artıq Azərbaycandadırlar və qəti şəkildə bir sosial, siyasi kataklizm də yaratmayıblar. Mən sizə deyə bilərəm ki, o səssiz gəliş, qayıdış artıq baş verib. Belə olan şəraitdə bütün Azərbaycanlıların üzərinə ölkəmiz bağlıdır kimi bir hökmü çıxarmaq yanlışdır. Ona görə də sərhəddə Azərbaycan dövləti onun rəhbərliyi açmaqda maraqlı deyil kimi bir mövqeyini yaratmağın əleyhinəyəm. ABŞ-da yaşayan Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə hesab eləyir ki, Azərbaycan hakimiyyəti məhz sosial problemlərin böyüyüb etirazlara çevrilməsindən çəkinir. Ona görə də bir yolla Rusiyadan işsiz axınının Azərbaycana qayıtmasının qarşısını almağa çalışır. Çünki Azərbaycan hakimiyyətinin iqtisadi siyasəti, sosial siyasəti tam iflasa uğrayıbdır. İndi təsəvvür edin ki, bu şəraitdə birdən məsələn 10 min, 20 min əhali geri göndərilirsə, təbii ki, bu çox ciddi destabilizasiya faktoru ola bilər. Ona görə də Azərbaycan hakimiyyəti Rusiyadakı insanların geri qayıtmasını istəmir. Azərbaycan hakimiyyəti isə mütləq sakitlik istəyir ölkədə. Yəni, insanlar hətta acından da ölsə belə tək etiraz eləməsinlər və ümumiyyətlə etiraz eləməsin. Və bundan qorxur Azərbaycan hakimiyyəti. Ərəstun Oruclu təəssüflənir ki, hakimiyyət iş yerləri yaratmaq, imkanlar açmaq əvəzinə bir tərəfdə vətəndaş cəmiyyətini, azad medianı susturmaqla cəmiyyəti qapayır, digər tərəfdən də sərhədləri bağlamaqla özünü təhlükələrdən qorumağa çalışır. Azərbaycan hökumət rəsmiləri isə birmənalı şəkildə bu cür iddiaları təkzib eləyir, həbs olunanların konkret cinayət əməllərinə görə saxlanıldığını bildirir. Son illər Azərbaycan-Rusiya münasibətlərində soyuqluq yaranıb. Bir il öncə
Azal təyyarəsinin vurulmasından sonra isə münasibətlər daha da pisləşib. Son vaxtlar Moskva ilə Bakının münasibətlərində bir qədər yumşalma müşahidə edilsə də, yenə də Rusiyada Azərbaycan diasporunun üzvləri, iş adamları arasında saxlananlar olur.